Salam dəyərli şagirdlər, mən MHM Tədris Mərkəzinin Rus dili müəllimi Günel Məmmədova. Bugün sizə 3-cü sınağın izahını təqdim etmək istəyirəm. Dinləmək üçün bu arada burada QR kod var. Buradan da keçid alıb dinləyə bilərsiniz, keçid edib. Deməli, baxırıq birinci sualımıza. Основная мысль текста. Əslində bu основная мысль tekstdə olan hissələrdə necə variant çıxmaqla da tapmaq olar. Baxırsınız, daha çox belə ümumi götürsək, bizdə məlumat verirdi nə haqqında? Sırf məscid haqqında ümumi məlumat verirdi. Sırf bu məscidin tarixi haqqında. Mənəvi mərkəz kimi getdi bu variant. Sırf, yəni sadəcə belə deyək, konkret bir məlumatdır. Sonra icazə sözünü burada görürük, konkret bir məlumatdır, getdi. Sırf daşdan olan, yəni tikinti getdi bu variant və görürsüz konkret bir tarixi deyir. O da konkret bir məlumatdır, getdi. Görürsüz sırf tarixi ilə bağlı istoriya meçeti поселке Xocasan. İkinci sualımıza baxırıq. Неверное утверждение istəyir, yəni səhv olan. Главный зал для молитв, bəli, bu variant, bu məlumat var idi. Deyir ki, точно такая, как у старой мечети. Amma dinləmədə orada fərqli bir şey deyirdi. Eyni şey demirdi. Ona görə elə səhv fikir olacaq. Древняя мечеть в Xocasani была, bu düzdür, bu məlumat. Sonra Binəqədi düzdür. Niyə mən bunları uşaqlar altını xətt çəkirəm? Çünki tarixə fikir verirsiniz. Nə bilim, məkan varsa məkana həmişə fikir verirsiniz. Новое здание, bir də железный, bəli, dəmirdən olan. Ona görə ancaq B variantını götürəcəksiniz. Keçirik üçüncü sualımıza. Укажите верный ответ на вопрос. Почему внутри новая мечеть в Xocasan разделена на две части? Yəni, nəyə iki hissəyə bölünüb uşaqlar? Ki, yəni, belə dindar insanlar, yəni onlara rahat olsun, dua eləmək rahat olsun. Baxın, görürsünüz, молиться. Ona görə Y variantını götürəcəksiniz və bu səbəbdən iki hissəyə bölünür. Sonra deyir, потолок Xocasanской мечети поддерживают. Sırf baxın, burada da özdə железные столбы var idi. Elə bunu deyirik. Поддерживают 4 железных столба. Burada da yazacaqsınız 4. Железных. Bu cürə yazacaqsınız. Все. Sonra 5-ci suala baxırıq. Напишите ответ на вопрос. Из чего построили? Nədən? Burada ya sadəcə iz jonного kirpiça deyə bilərsiniz, ya bütöv şəkildə cavab verə bilərsiniz. Minareti, meçeti построили из традиционного jonного kirpiça. Bu cürdə yaza bilərsiniz. Из традиционного жженого кирпича. Все. Bu cürə yazacaqsınız. Arxitektur, görürsünüz hansı formada verilibsə isim, ona uyğun, ona uzlaşmalıdır. Burada unikal, yəni unikalını. Уникальную. Keçirik növbəti sualımıza. В каких словах количество букв и звуков не совпадает? Həmişə özüm üçün orada da qeyd edirəm ki, bəli, mənə bunu tələb edirlər. Mən buna baxmalıyam. Не совпадает. Ağlımıza nə gəlməlidir? Əgər üst-üstə düşmürsə, səs sayı çox ola bilər, hərf sayı çox ola bilər. Məsəl üçün, məhki znakdır, eşitmirik, fərq yaranacaq. İki səs verəcək bir şeydir, fərq yaranacaq. Nə bilim, qoşa samitlərdir, fərq yaranacaq. Nə bilim, S-dir, şa kimi səslənir. Sonra T, məhki znak S-dır, C kimi səslənir. Yəni bu cürə. Ya D-dir, C kimi səslənir. Bu cürə, yəni belə bir şeylərə fikir verəcəyik. Y-da əlbəttə ki, götürməliyik %100. Özümüzdə qeyd edək ki, biri mən dəqiq götürəcəm. Bir olmayan variantlarla sağollaşaq. Bunlar bizə lazım deyil. Niyə ki götürüm? Mənə bir lazımdır da. Əslində, görürsünüz necə rahatdır. Elə bununla da sağollaşırıq.
Qısa olaraq görürsünüz, vaxtımız getmir. 3 saat oturub mən bunu fikirləşəcəm, vaxtım gedəcək. Bir dənə yida ilə tapa bilərdik. Amma yenə də baxaq. Görürsünüz, yurist yenə. Bratya çünki bərabərləşəcək, vestə bərabərləşəcək. Bunlar da onsuz da bərabər olacaq. Və düzgün cavabımız elə D variantıdır. Bulud sözünə işlənə bilmir. Baxın, gözəl bulud ola bilər, əlbəttə. Ağ bulud ola bilər, əlbəttə. Böyük və tünd, biraz tünd, yəni rəng mənasında ola bilər. Çətin yox. Çətin iş ola bilər, çətin başqa bir şey ola bilər. Trudno ilə işlətməyəcəyik. Bu arada bu sözləri özünüzdə qeyd edin, tez-tez rast gələn sifətlərdir. Həmçinin, məsəl üçün, bu 9-larda da lazım olacaq şəkil üzrə yazarkən. Primoz значение. Mən bunu sizdə işarə edirəm, uşaqlar, sizin üçün ki, siz nəyə diqqət yetirəsiniz. Primoz значение deyilsə həqiqi mənadır. Deməli, mən doğrudan da onu təsəvvür edirəm. Olanda Azərbaycan dilinə bəli tərcümə eləyin, o sizə də kömək olacaq. Azərbaycan da məcazi ilə, yəni həqiqini fərqləndirə bilirsinizsə, burada da çox rahat şəkildə fərqləndirəcəksiniz, əgər tərcüməsini bilirsiniz. Baxın, gülüş sözü var. Deməli, aha, bu məcazi ilə olacaq, acı sözünə bir yerdə. Göz yaşları, bu da olacaq. Talih, qismət. Sözlər, amma dərman doğrudan mən tamına baxa bilirəm. Əgər doğrudan da dadına baxa bilirəmsə və bilirəm dadına baxandan sonra ki, bu acıdır, bu həqiqidir. Ona görə D variantını götürəcəksiniz. Отрицательный, bu da lazım olan suallardan biridir. Yəni mənfi mənası deyir. Yaxşı bir şey deyil. Minus. Minus. Yadda saxlayın, minusdur. Dabratanı çıxdınız. Dabrata olan variantlarla sağollaşaq. Görürsünüz necə rahatdır. Biri var A, B, C, D, Y arasına qalaram. Biri var B ilə D arasına qalaram. Əslində bir dənə birə baxarkən bilə bilərsiniz, uyğun olacaq yoxsa yox. Müharibə sözü %100 götürməliyik. Beləliklə də artıq variantımız tapılmış olardı. Çünki müharibə də mənfidir, əlbəttə ki. Tək heç vaxt müharibə olmasın. Zlost, nəsə pislik, qəddarlıq mənasında, bəli. Və əlbəttə ki, olacaq passivlik. Biri var aktivlik, biri var məşhurluq hardan oldu? Tolerantlıq hardan oldu mənfi? Yaxşı bir şeydir, müsbət bir şeydir. Ona görə götürəcəksiniz 1, 2, 4. Sonra, bu arada uşaqlar, sizə belə deyim, əgər yaxşı belə tip sınaqları eləmək istəyirsinizsə, nəyə məsləhət görürəm? Üz qabığında Puşkin şəkli olan kitab var. Düzdür, köhnə nəşrdir. 2019-un var, 2020-nin, 21-nin var. Yəni təzə nəşr yoxdur. Sualların çoxsu yəni o tipli suallardır və yəni onu hər mövzuya uyğun işlədə bilərsiniz. Yəni düzdür, qrammatikadır, leksikada çox qəşəng suallar var orada. Yəni oradan da istifadə edə bilərsiniz. Tak. Deməli, baxaq. Неверно объяснено. Yəni düzgün izah olunmuyor. Baxaq. Klimat meteorologiski, sırf meteorologiski varsa iqlim bəli. Burada okeydir, hər şey normaldır. Tez-tez rast gələcək suallardan. Baxın. Konspektdir, teoremadır, aksiomadır, sonra eksportdur, importdur. Daha çox uşaqlar orada səhv salır. Yəni abituriyentlər belə tipli suallar düşür. Konspekt uşaqlar əhatəli, geniş deyil. Qısa, məsəl üçün tarixdən konspekt yazırsınız, elə adı da konspektdir də, yoxsa mən hər şey oturum yazım, ətraflı şəkildə bu nəyə konspekt olacaq? Qısa formada, yadda qalacaq bir tərzdə qeydlər aparırıq ki, bizə rahat olsun öyrənmək, bizə rahat olsun onu oradan təkrar eləməyə, imtahanlara hazırlaşarkən və s. Qid, bələdçi düzdür burada, bəli, turistlərlə falan, müqavilə düzdür. Katalog, periçin, bu da bu arada bu söz mətnlərdə tez-tez rast gəlir, onları da yadda saxlayın. Burada mən bunu işarə eləmirdim, sadəcə göstərmək üçün. Aha, deməli, düzgün cavabımız bizdə olacaq B variantı, çünki əhatəli, geniş deyil, kratkaya, lakoniçnaya olmalıydı. 12-ci suala baxırıq, piçal sözü, qəm, qüssə, antonimini istəyir. Baxın, sinonim falan yox, antonim. Bir də baxırsınız şərtdə, görün antonim olanmı, olmayanmı istəyir. Qəddarlıq getdi bizdə. Bu variant bizə uyğun olmayacaq. Məsəl üçün kiməsə inciklik falan da, kiməsə xətrimizə deyən abida getdi, xəstəlik getdi. Bu isə onun sinonimidir. Radost, bəli, piçal, radost. Piçal, radost, грусть, radost. Bunlar antonimdirlər. Hətta saxlayın. Sinonim artıq istəyir. Reka, vada. Bu sinonim deyil. Sadəcə deyir çay və deyir su. Sinonimlik deyil.
Bir də sinonimlər verəndə, yəni o demək deyil ki, tutalım ki, mətndə sözləri əvəz eləməkdirsə, %100 bunu əvəz eləmək olar, kontekstə uyğun olaraq. Amma belə bəli, götürə bilərik. Kömək və yaxşılıq, xeyirxahlıq getdi. Pomoç, поддержка olsaydı götürmək olardı. Məsəl üçün, burada hər ehtimala qarşı qeyd eləyirəm. Üzülürsən, biraz stilusum narahatdır, yəni ola bilər, yaxşı yazmaya bilərəm. Поддержка götürəcəyiz, поддержка. Sonra krasota, gözəllik, güc getdi. Mужество, bunlar ümumiyyətcə, belə deyək də, cəsarətlilik və zəiflik, bu da getdi. İş, bu işdir. Zəhmət, iş, trud mənasında gedir. Bir də trud əvəzinə dela yazsa, siz onu da götürə biləcəksiniz. Yəni bu работа ilə sinonim ola bilər. Burada çox rahat şəkildə izah edəcəm, nəyə baxırıq. Baxırsınız burada adno sözünə. Adno sredni rod formasındadır. Deməli, %100 burada da sredni rod şəkilçisi olmalıdır. Bu getdi, bu getdi, bu getdi. Yəni dəyişməyən adi formada. Prosta burada винительный падеж formasında. Sonra baxın, prişli feilinə baxırsınız. Prişli nədir? Gəldilər. Gəldilər sualı veririk. Kuda? Haraya gəldilər? Deməli, prezentasiya olacaq, uşaqlar. Prezentasiya yox. Gördünüz? Elə ən rahat variant. Bir də bu Y tvarительный падежdir. Na predlogu da heç uyğun gəlməyəcək. D variantı düzgün cavabımız olacaq. Burada orfoqrafiya ilə bağlı bir sualdır. Tez-tez rast gələcək sual tiplərindəndir. Nəyə əsasən baxırıq? Baxın, noj, bıçaq. Mən naji deyə bilərəm, cəmə qoya bilərəm. Net, nojika deyə bilərəm və s. Elə dəyişə bilərəm ki, ya sait olsun, ya sonorlar gəlsin ki, yəni rahat şəkildə eşidə bilim. Çünki bu yoxlana biləcək bir sözdür. Yəni orfoqrafiya ilə bağlıdır və bu samiti biz yoxlaya bilirik. Deməli, ya dəqiq bildik ki, ş deyil, j-dır. Sonra qrip. Yadda saxlayın ki, əgər qrip mənasında olsa p ilə olanda, onda 2 dənə p yazılır. Ona görə p olan variantda çıxdıq. Qalır bizdə ya A variantı, ya B variantı. Sadəcə sapok, sapagi deyə bilərəm, düzdür? Sapagi deyə bilərəm, sait qoydum, arbuz, arbuzu deyə bilərəm. Yoxladıq, elə B variantı da olacaq. Muşskoy rod. Oktyabrı %100 götürəcəksiniz, çünki aylar onsuz da muşskoy rod olacaq. Deməli, C ilə sağolaşaq, Y ilə sağolaşaq. Aha, əslində bir dənə ki ilə baxıb da tapa bilərdiniz. Kidə şampun %100 muşskoy roddur. Deməli, bu məhki znakla olan isimləri çox imtahandan qabaq təkrar eləyin. Lazım olacaq bu isimlər sizə. Deməli, götürür şampun və girbari, onsuz da samitlə bitir, elə də çıxa bilərdiniz. Oçla bitir, jenski roddur, bunlar da jenski roddur. Medal, model tez-tez səhv salırlar, bunlar jenski roddur. Tolka единственное. Baxın, həmişə baxın, görün tolka deyir, yoxsa hal-hazırda təkdə olan formasını mı istəyir? Dver, qapı, qapılar deyə bilərik. Deməli, bir olan variantları çıxırıq. Sonra məşq. Əslində, məşq deyə bilərik, məşqlər. Ona görə 5 olan variantı da çıxırıq. Qalır bizdə ya C, ya D. 2-yə baxaraq da seçə bilərdiniz əslində. Sadəcə случай deyə bilərik. Hansısa, məsəl üçün, hadisə falan belə. Ona görə 4-də çıxdıq. Aha, neft, yəni nöyüt, neft, gümüş və əlbəttə ki, üzgüçülük. Yadda saxlayın ki, bu çox abstrakt isimlərin çoxsu, demirəm hamısı, bir çoxsu əlbəttə ki, həm hərəkət, həm də hansısa bir əlamət bildirən. Bunlar ancaq təkdə olur. Baxırıq burada K predlogu bizim sevdiyimiz predlog olmalıdır, çünki dərhal bilməliyik ki, hansı падежdir. Bu dательный падежdir. Место özü sredni roddur, o ilə bitir. Deməli, dательный падежdə U şəkilçisi olacaq. Sağolaşırıq bu variantlarla. Встреча вовремя, sonra. Надо много тренироваться. Kimə? İdmançıya ya da idmançılara. İdmançı sözü burada sportsmenu yoxdur. 2 dənə U yoxdur. Yəni cavabda. Ona görə cəmdə sportsmenam deməliyik. Ov gedəcək, çünki bu родительный və винительный падежdir. Beləliklə də B variantına olacaq. 19-da baxırıq. Nəyə fikir verirsiniz uşaqlar? Görürsünüz, burada dan-dən var. Dan-dən varsa, niyə zdaniya olduğu kimi qalsın ki? Родительный падежdə bizdə olacaq zdaniya. İz zdaniya.
Служить в армии düzdür, к станции düzdür, помещение düzdür, подойти к планетарию düzdür. Amma olsaydı məsəl üçün где в помещении, onda bəli, iyi olardı. Yəni belə niverni variant istəyəndə və sözlər predloqla veriləndə həm predloqa fikir verirsiniz, həm sözlərə fikir verirsiniz. Çox vaxt elə burada da işarə eləyə bilər, başqa şriftlə göstərə bilər və bilirsiniz ki, sözlərdə də problem. Amma predloqlar işarələnirsə, demək predloqlarda da problem. Yəni çox vaxt köməkçi kimi belə verə bilərlər. Sonra во множественном числе. Burada ümumiyyətcə heç bir cəm şəkilçisi yoxdur, getdi. Sonra burada da cəm şəkilçisi yoxdur, getdi. Burada da cəm şəkilçisi yoxdur, getdi. Burada da klinika özü təkdədir, getdi. Всё, сапоги və parta. Çünki sapok təkdə olar, parta təkdə olar. Bizim sevdiyimiz dialoqlara keçək. 21-ci sualımız belədir. Я отдыхал у друзей на даче. Bir də uşaqlar, bu elə həmən bayaq dediyim kitab var, Puşkin kitabı. Üstündə Puşkin şəkli olan. Həmən o kitab, bu sual tipi o kitabda da var, rast gəlinib. Yəni dialoq olan hissəsində var. Я отдыхал у друзей на даче. Yəni dostların bağında dincəlirdim. Demək ki, soruşa bilər ki, işə niyə getməmisən, nə ilə məşğul olmusan və s. Belə bir tipli sual verə bilər. Yəni hardaydın və s. Əlbəttə ki, как-то отдохнул olan variantları çıxırsınız. Çünki o birinci başqa sual verir, sonra deyir istirahət eləməyi. Bəli. Yəni bunu o vaxt insan soruşa bilər ki, sənə kimsə məlumat verir ki, mən istirahət etdim və onda soruşa bilərsən necə istirahət etdin. Ondan qabaq soruşmursan. Deməli, baxırıq. Tural, где ты был в воскресенье mənasında da verə bilərik. Ты не был на работе olanda sırf cavab olmalıdır ki, yox, olmamışam və olmuşam. Ona görə ancaq iki olan variantları saxlayırıq. Ya C-dir, ya D-dir. Sonra baxırıq. Нет, в воскресенье наша фирма не работает. Yəqin ki, soruşur firmanın işləyib işləməməyi barəsində. Ты хорошо отдохнул ola bilməz. Çünki yaxşı istirahət etdin, amma onun cavabı gəlmədi. Cavab gəlməlidir mütləq. Dialoqdur da, deyirik axı. Ona görə C variantıdır. Yəni işdə deyildin, yoxdur. Bazar günü firmamız işləmir. Sonra 22-ci sual lişniyə slovo istəyir. Lişniyə slovo nədir? Artıq söz. Baxırıq. Həkim, mühəndis, bəstəkar, yanğın söndürən, oxucu. Aha. Daha çox mən burada görürəm ki, burada peşələrdir. Oxucu isə peşə deyil. Ona görə D variantı ən gözəl cavabımız olacaq. Sonra belə bir mətndir uşaqlar. Keçək mətndən sonraki suallara. Mətnimiz uşaqlar. Sırf baxın. Vacıya Samedova. Belə bir rəssam haqqındadır. Ümumi onunla tanış eləyir. Yəni konkret bir məlumatlara çıxırsınız. Baxın. Основная мысль tekstdə istəyir. Bir də bəli, daha çox indi uşaqlar deyir ki, bəli, tirə olan variantlardır, amma biz yenə də hər bir variantı analiz edirik. Ola bilər qəsdən elə bir variant versilər tirə ilə də, amma heç uyğun deyil. Bəli, birinci baxırsınız, tirə olan variantlar varsa, birinci nəzərə yetirirsiniz, nəzərinizdə olsun o variant. Sadəcə digər başqa variantlara baxırsınız. Göz yumulu mən tirə gördüm, götürüm, yox. Çünki ola bilər heç elə tirə olmayan variant olsun, yaxud bir neçə elə variant olsun. Deməli, tворческая командировка Samedova. Sırf komandirovkadan əzizlərim danışmır axı. Sonra sosial qruplar. Elə bir dənə hansısa sözlər var, ilişirəm ondan çıxarıram. Atmosfera. Xeyr. Abu-hava atmosfera o da deyil. Sonra sırf yəni onun təhsili getdi. Tək təhsildən söhbət getmir. Tanış eləmək istəyir. Belə bir gözəl rəssamımız var. Dahi bir şəxsiyyətdir və s. Görürsünüz, выдающийся художник Azərbaycanı. Yəni görkəmli, dahi Azərbaycan rəssamıdır. Bəli, ona görə D variantı düzgün cavabımız olacaq. Sonra не соответствует содержанию tekstdə. Baxırsınız. Deməli, komandirovka olan hissəsinə də baxırıq. Так, görürsünüz, из Болгарии, куда Самедова ездила в творческую командировку. Deməli, yaradıcılıq komandirovkası onun Bolqariyada olub.
Burada isə deyir ki, Moskovskaya. Moskovskaya nədir? Moskvada olub. Yəni, həmişə baxırsınız. Ola bilər sinonimlə əvəzləsilər, ola bilər əvvəldə verilib, başlıqda verilib, daxırda verilib və s. Onlara fikir verirsiniz mütləq. Sonra Samedova летом приезжала на родину, чтобы. Yəni, hansı məqsədlə vətəninə gəlirdi? Gəlin, baxaq. Samedova приезжала на родину. Görürsünüz? Deməli, на летние каникулы приезжает домой повидаться с семьей и рисовать родные места, пейзажи. Deməli, hansı məqsədləndir? Yaxınlarını görsün, doğma yerləri çəksin, hansı bir mənzərələri, insanları çəksin və s. Sırf o məqsədlə yayda gəlirdi. Deməli, gördünüz, uşaqlar əzizlərim. Увидеть близких и рисовать картины. Все, bu variantımızda düzgün cavabımız olacaq. Sonra, какая картина стала последней в жизни азербайджанской художницы? Baxın, последний, первый demir. Bu mətndə bunlara fikir verirsiniz. Последний, yəni sonuncudur. Baxarıq, sonuncu şəkil hansı olub? Baxın, deyir, через 2 года, yəni 62-dirsə, 64-də artıq 2 ildən sonra sonuncu şəkili olub. Bu da в ожидании вести. Keçirik. Все. Gördünüz? Həmən o hissəni tapırıq. Hətta burada heç tərcümədə ehtiyac yoxdur. Həmən o hissəyə baxırıq. Последнее. Açar sözlərimiz bizdə hansıdır? Elə bir kartina, последняя жизнь. Bax, bu hissə ilə tapa bilərdiniz əslində. Keçirik 27-ci sualımıza. 27-ci sualımız belədir. Deməli, biz sözləri dəyişməliyik, sinonimlə əvəz eləməliyik. Так, коллекция картин Самедовой на ее выставке. Deməli, kolleksiya sərgidə görək nə olubdur. Так, 62 olan hissəyə baxırıq. Так, все эти интереснейшие картины впервые, deməli, впервые были, bu hissəni dəyişməliyik. Впервые bizdə в первый разdan əvəz eləyə bilərsiniz. Продемонстрированы, показаны. Картина была показана da deyə bilərsiniz. Была представлена da deyə bilərsiniz. Представлена. Впервые, в первый разdan əvəz eləyə bilərsiniz. Ya da tərsinə, в первый раз verilir, впервые ilə əvəz eləyirsiniz. В первый раз. Ya da показано. Ya da tərsinə, показано, представлено verilir, siz продемонстрировано əvəz eləyirsiniz. Yəni, bu cürə əvəz eləyirsiniz. Baxın, hansı, görürsünüz, sizdə tərsinə verilir ki, sizi çaşdırmaq üçün bu hissədən verilir, başlıqdan verilmir də, bu axırda da bu hissə. Elə bir hansı hissə düşmür. Görürsünüz, burada deyir ki, 1962-ci ildə, yəni Səmədovanın şəkil kolleksiyası sərgidə, deməli, ilk dəfə nümayiş olunur, düşmübdür. İlk dəfə nümayiş olunur, biz əvəz eləyirik. Bir də uşaqlar, bu yaxınlıqda bir video çıxacaq, sırf əvəz eləməklə bağlı və essedə daha çox hansı şablon cümlələri istifadə edə bilərsiniz, hansı ki, bəzi uyğun mövzular var. Birinci cümlə olaraq başlıqda, məsəl üçün, ağlınıza heç bir cümlə gəlməsə, hansı cümlələrdən istifadə edə bilərsiniz deyən belə bir videolar olacaq. Yəni, gözləyin, həftə sonları mütləq şəkildə belə bir video sizə təqdim edəcəm. Ответьте на вопрос, выразив свое мнение не менее чем в 3 предложениях. Aha, çox gözəl bir maraqlı sualdır. Çox maraqlı bir sualdır. Deyir, если бы вы были художником, что бы вы рисовали? Deyir ki, yəni rəssam olsaydınız, nə çəkərdiniz? Əlbəttə ki, kimsə istəyir, kimsə əgər doğrudan şəkil çəkməyi sevirsə, yaza bilər ki, я люблю рисовать. Или рисовать мне очень нравится. Hər variantdan deyirəm, belə də yaza bilərsiniz, belədir. Aha, это меня расслабляет, я так хорошо провожу время də deyə bilərsiniz, belə yaxşı vaxt keçirəm, mənə rahatladır, əsəri. Və sualda da если бы deyir və siz də cavabda deyirsiniz. Если бы я была художником, если бы я была художником, так. Burada qısa yazıram, sonra şərh bölməsinə yenə qeyd edərəm. То я бы рисовала, məsəl üçün, nə çəkərdiniz? То я бы рисовала deyirsiniz. Kimsə deyir, portret çəkərdim.
Потому что мне nравится rисовать людей yaza bilərsiniz. Məsəl üçün insanları çəkməyi sevirəm ona görə. Kimsə istəyir yazır peyzajı rисовала, yəni təbiət falan. Onda mənzərə deyərsiniz. Горы, моря, nə bilim, океаны. Bax belə bir şey. Леса я бы рисовала, потому что мне природа очень nравится. Kimsə deyə bilər ki, natürmort çəkə bilər. Natürmort bilirsiniz necədir? Qab-qacaq falan, meyvə falan belə şəkillərdir. Yəni belə ümumi verə bilərsiniz. Sonra ikinci abzasdan изображение человека, görürsünüz, isim istəyir. На kартине, фотографии, скульптуре. Bu da deyilə, человек deyilsə, əslində mətn sizə tapmaq olur. Amma yenə də mətnə qayıdaq ki, sizin başqa bir orada sualınız olmasın. Görürsünüz burada. Tak, baxaq bir dənə.